Salam əziz Sport 1 izləyiciləri, Dünya Çempionatı özəl verilişi efirdədir. Həmişəki kimi mən İlkin Sultanlı hər birinizi salamlayıram. Bu gün də xüsusi bir qonağımız var. Səbalin Media və Marketinq Departamentinin rəhbəri Rəşad Məmmədov. Rəşad bəy, xoş gəlmisiniz. Xoş gördük, dəvətə görə təşəkkür edirəm. Buyurun, borcumuzdur. Hamıya verdiyim bir maraqlı sual var. Dünya Çempionatının oyunlarını bütövlükdə izləyə bilirsinizmi? Yox, bütövlüklə izləyə bilmirəm. İki səbəbi var. Biri iş səbəbidir ki, işlər həddindən artıq çoxdur. İkinci səbəbi də odur ki, azarkeşlik elədim komanda bu dünya çempionatında oynamadığı üçün. Təbii ki, İtaliya azarkeşsiniz. Yox, növbəti mundiallarda inşallah iştirak edərlər. 3 mundialdır ki, artıq iştirak edəmirlər. Biraz çətin məsələdir. Amma İtaliyasız da dünya çempionatı biraz maraqsızdır, həqiqətən maraqsızdır. Əlbəttə maraqsızdır. Belə başlayaq. Playoff mərhələsinin oyunları davam edir. 3 maraqlı oyun izlədik dünən. İspaniya Avstriyanı 3-0 hesabı ilə məğlub edərək adını 8-1 finala yazdırdı. Açığı favorit İspaniya idi. Siz oyunda nələr gördünüz? Əslində ümumi yanaşaq, hər 3 oyunu dəyərləndirək. Dünən keçirilən 3 oyundan yalnız Portuqaliya Xorvatiya oyunu idi ki, səviyyə baxımından bir-birlərinə yaxın komandalar idi, yəni oyun üslubları, güc etibarı ilə. Amma digər iki qarşılaşmada bəlli favorit mövcud idi. İlk oyunda İspaniya idi. Yəni İspaniyanın gücü zaten hər kəsə məlumdur. Yəni İspaniya Avstriya oyunu və günün üçüncü keçirilən İsveçrə Əlcəzair oyununda mənə görə yəni heç kim oradan sensasiya gözləmirdi. Və elə də oldu. Güc etibarı ilə İspaniyanın gücü sayəsində rəqibini rahatlıqla üstəliyib növbəti mərhələyə yüksəldi və günün keçirilən son oyunu da favorit məlum idi. Orada da heç bir sensasiya qeydə alınmadı. Yalnız belə deyək də, bayaq öncədə qeyd elədiyim kimi Xorvatiya ilə Portuqaliyanın oyunu idi ki, bir-birlərinə bab rəqibləri idi. Bəli, və bu da oyunun gedişatında da, hesabda da özünü büruzə verdi. İspaniyanın oyunun 90 dəqiqəsinə baxdım, tez başladığıma görə. Bir də Portuqaliya oyunu izlədim. İspaniyada hücumçu yoxdur, amma hamı gözləyirdi ki, bu mundialda Lamine Yamal da çox irəli çıxar. Oyun ərzində bəli, aktiv futbolçudur, amma yəni bu mundialda o qədər də parlamır hələ ki. Bunun səbəbi sizcə nə ola bilər? Səbəb deyəndə ki, İspaniya son Avropa çempionu və demək olar ki, heyətin 75-80%-ni qorumuş gənc futbolçulardan qurulmuş bir kollektivdir. Düşünürəm ki, Yamalın parlama dövrü elə qarşıdadır. Yəni qarşıdakı oyunlarda da, hətta qarşıdakı digər çempionatlarda da, növbəti Avropa və dünya çempionatlarında hələ tez düşünürəm onun üçün. Çünki tam olaraq potensialını açmayıb. Tam potensialını açandan sonra həmin qeyd olunan kimi, yəni özünü rahat şəkildə tam futbolda ifadə edəndən sonra daha böyük uğurlar qazana biləcək. Bir də diqqətimi çəkən məqamlardan biri Oyarzabalın oyunudur. Sırf mərkəz hücumçusu deyil, amma İspaniya millisində mərkəz hücumçusu kimi oynayır. Və bundan əlavə də başla zəif oynasa da bitiriciliyi çox yaxşıdır. Birinci qolda sadə bir toxunuşla qapıya göndərdi. Üçüncü qolda eyni qaydada çox maraqlı bir oyun oldu və 5 qol vurub. Heç kim gözləmirdi Oyarzabaldan bu qədər qol vuracağını. Əslində İspaniya haqqında danışanda orada hansısa ön plana çıxmayan bir futbolçunu qeyd eləmək biraz absurddur. Bir də İspaniyanın bəlli bir sxemi var və həmin sxem uzun illərdir ki, gəlir. Yəni hücumsuz oynama, belə deyək də, oyun üslubu. Xatırladığım son dövrlərdə Alvaro Morata olub ki, sırf bildiyimiz 9 nömrə mövqeyində çıxış eləyib. Amma ondan öncəyə də getsə, yəni Raul Gonzalez, Morientes cütlüyündən sonra bir də David Villa var idi, bəli ki, hansı ki, bu 3 futbolçunu, köhnə nəsil futbolçuları çıxandan sonra demək olar ki, İspaniya hücumsuz oynama üslubuna daha çox diqqət verən komandadır. Yəni xatırlayıram, hətta bundan öncəki mundialı ya ondan öncəki Avropa çempionatıdır. Fabregas'ı hücum xəttinin sivri ucunda oynadırdılar. Yəni bu artıq komandanın bəlli bir sisteminin belə deyək də təzahürüdür. Yəqin ki, yəni
orada komandanın başında olanlar bunun daha məntiqli görür, daha faydalı olduğunu zənn eləyir. De La Fuente də onsuz da həm bütün yaş qruplarında işləmiş baş məşqçidir və bütün sistemi buna uyğunlaşdırıb. Unai Simonu məsəl üçün uşaqlıqdan bir yerdə deyəm qapıda qoyur, onun Garcia var, digər qapıçılar da var. Bağlılığı sevən bir baş məşqçidir və öz bağlı sisteminə də qalır. Biz keçək Portuqaliya-Xorvatiya oyununa, yəni açığı çox maraqla gözlənildi və həqiqətən də maraqlı oldu. Mən birinci hissəni Portuqaliyanın üstünlüyünə yazmaq olardı. Həm Ronaldo çox aktiv idi, həm cinahlardakı futbolçular. Əsl Portuqaliyanın oyununu birinci hissədə gördük. Hesabı düzdür, Xorvatiya açdı, çox yaxşı bir qolda Perisic 49-cu qolunu vurdu, səhv eləmirəmsə milli komandalar karyerasında. Modricə də yaxınlaşdı. Modricə yaxınlaşdı və Davroşiçerə də yaxınlaşdı. 54-dür səhv eləmirəmsə Davroşiçerdə. Bilmirəm bundan sonra mundiallarda oynayacaq, yoxsa seçmə mərhələdə oynayacaq, amma sonradan geri dönüş oldu. Portuqaliya penalti vurdu. Penalti də biraz yəni hakimlər qeydə almamışdı. VAR-ın xəbərdarlığından penalti gəldi və açıq-aşkar görsənirdi ki, top futbolçunu tutub dartırdı. Ümumiyyətlə, əvvəlcə bu mundialdakı hakimlikdən danışaq biraz. Bizim də yaralı yerimizdə hakimlik. Amma FIFA-nın tətbiq etdiyi qaydalar və hakimlərin özünün performansı çox yaxşıdır. Mən çox xoşuma gəlir. Birincisi, ilk növbədə müasir texnologiya sayəsindədir ki, bugün səhvlər artıq minimuma endirilib. Yəni, bu çox yaxşı bir, belə deyək də, haldır, əlbəttə. Yəni, açığı tam deyim ki, bu dünya çempionatında kobud şəkildə qeydə alınmayan bir qayda pozuntusu məncə ilk turda Lionel Messinin qırmızı vərəqə ilə cəzalandırılması ehtimalı idi ki, yəni bir onu xatırlayıram. Başqa bir, sən iki fakt dedin, digər ikincisi hansıydı? İkinci məsələdə 2 epizod olub, Bellingham'dan şeyə qırmızı vərəqə verməyiblər. Tamam, oyunu izləmədiyim üçün ola bilər ki. Əllərin ağızlarını qapayıblar deyə, onlara qırmızı vərəqə verməyiblər. Yəni, qayda elədi ki, oyunu izləmədiyim üçün istəyir müsbət bir şey də desən, mənfi bir şey də desən. Düzdür. 2 epizodda... Düzdür. Amma ümumi yanaşsaq hakimliklə bağlı məsələyə, yenə deyirəm, sözümün, cümləmin öncəsində, fikrimin öncəsində qeyd elədiyim kimi, müasir texnologiya bugün hakimlikdə səhvləri minimuma endirib. Bu da çox yaxşı haldır. Həm komandalar üçün, həm hakimlərin karyerası üçün, həm azarkeşlər üçün. Yəni, səhv nə qədər az olacaqsa, futbolun marağı, gözəlliyi bir o qədər də artıq olacaq. Bəli. Portuqaliyanın oyununa gələk. Portuqaliya 2-1 hesabı ilə məğlub etdi. Yəni, oyun haqqında fikirlərimiz əvvəlcə maraqlıdır. Dünənki cütlüklərdə, belə deyək də, 3 cütlüyü arasında yenə öncədən qeyd elədiyim kimi, güc etibarından bir-birinə yaxın olan komandalar idi və düşünürdüm ki, gecənin ən maraqlı oyunu da məhz bu oyun olacaqdı. Elə də oldu. Orada Portuqaliya bir addım deməyim, yarım addım öndə idi ki, hansı ki futbolçuların fərdi ustalıq səviyyəsinə görə. Bu da məhz yekunda özünü bir üzə verdi ki, Xorvatiya növbəti mərhələyə yüksələn komanda oldu. Son dəqiqədə vurulan qol gecənin ən çox müzakirə olan məsələsidir. Orada topdan siqnal gedib. Bəli. Bu da bir müsbət məqamdır. Əslində, yəni, normalda biz necə bilirdik qaydaları? Bədənə toxunuş olmalıdır. Bədənə toxunuş olmalıdır və rəqibdən digər futbolçuya, rəqibə gedirsə, offside verilmir. Burada o oldu. Amma sadəcə olaraq top siqnal verdi ki, topun içində çip var. Bunlar qol xəttini keçib-keçməmədiyini və offside təmizini, toxunuş olub-olmadığını və oradan VAR-a siqnal gedib, VAR da hakimi çağırdı. İndi bir çoxları bildirir ki, haqsızlıqdır, Xorvatiyanın əlindən aldılar. Hətta bəziləri bildirir ki, Ronaldo, Messi finalı eləmək istəyirlər, ona görə belə bir qərarlar çıxardıblar, toxunuş yoxdur ümumiyyətlə. Bizim sosial şəbəkə hesablarımızda da paylaşmışıq, qolu soruşmuşuq. Yəni, rəylər hamısı demək olar ki, bu istiqamətdədir ki, hamı FIFA istəyir ki, Ronaldo Messi finalı olsun. Amma qayda əvvəlcədən tətbiq olunub. Bəli. Ki, belə mən düşünürəm ki, offside var idi. İstəməzdim buna görə Xorvatiyanın qolu, belə qollara görə hər hansı bir komandanın əziyyəti yerə vurulsun, amma qayda belədirsə belə də olmalıdır. Bəli. Yenə də həmin o texnologiya məsələsinə gəlirik. Düşünürəm ki, fikrimin öncəsində qeyd elədiyin baxışların daha çox Xorvatiyanın
qolunun sayılması idi ki, bu da azarkeş yanaşmasıdır mənə görə. Amma qayda bu cür təyin olunubsa, qayda hamı üçün qaydadır. Məhz dünən gecə əslində sosial media üzərindən izləmə elədim, bilirdim ki, bu gün sizə qoşulacağam. Tam olaraq görüntünü gecə tapa bilmədim də, yaxınlaşma görüntüsünü, amma səhər bura gələndə izlədim. Məncə saça toxunma hissəsində açıq-aydın görünür ki, Toxunur. bəli, top Xorvatiya futbolçusunun saçlarına toxunur. Bu da öncədən təyin olunmuş qaydadırsa, bu ilə ayaqlaşmalı və barışmalıyıq. Bir də fikir vermisinizsə, su fasiləsinə görə əlavə vaxtlar çox olur. Yəni 90+ bu oyuna 6 dəqiqə, 8 dəqiqə əlavə eləmişlər, amma 90+10-da qol vuruldu. Bundan öncəki Belçika Afrika komandasında oynayırdı. Senegal oyununda da 90+12-ci dəqiqədə qol oldu. Əlavə vaxtların bu qədər çox olması və əlavə vaxtlarda qolların çox vurulması bir qədər də maraqlı edirmi? Əlbəttə maraqlıdır. Əlbəttə maraqlıdır. O su fasiləsi də həmin hakimlərin təyin elədiyi, qoyulmuş qaydalar əsasındadırsa, su fasiləsi də çempionatdan öncə bildirilmişdi ki, su fasiləsi olacaq. Bu da tətbiq olunmuş bir qaydadır. Bu da zamanın uzamasına səbəb olur. Əlbəttə istər-istəməz marağı da artırır. Ayrıca bir gözəllik verir. Yəni mənim yanaşmam bu hissəyə müsbətdir. Sanki mən bu dünya çempionatında hiss edirəm ki, Amerikalılar futbolu biraz NBA-ləşdirirlər. Yəni NBA sisteminə keçir. Bəli, bəli, maraqlıdır. O yanaşmalar maraqlıdır. Məsələn, bu dünya çempionatında diqqətimi çəkən ən böyük məqamlardan biri də futbolçuların öncəki o təqdimat mərasimləri və salamlaşmanın bu günə qədər olmayan fərqli bir yöndə olması. Yəni yenilik hər zaman maraqlıdır. Yəni qoyulan yenilik, tətbiq olunan yenilik mənim üçün bir işdir və bir maraq hissəsidir. Mən uzun müddətdir axtardım ki, bir marketinqlə məşğul olan bir adam da gəlsin bura. İnşallah ki gəldi. Hydration break, yəni su fasiləsi FIFA üçün marketinq layihəsidir, yoxsa futbolçuların sağlamlığı düşünülür? Yəni atılan hər bir addan marketinq hissəsidir. Bunun izahını onlar necə düşünür, mən necə düşünürəm, bunu hər bir tərəfdən yönləndirə bilər. Amma atılan hər bir addım marketinq yönündə istifadə olunan bir hissədir. Amma FIFA açıqlama verib ki, biz o fasilədən pul qazanmırıq. Ona görə pul almırıq Powerade-dən, o şirkətdən, ümumiyyətlə sponsorlardan biridir deyə. Mən fikir verirəm, əslində stadionda bəli, o 3 dəqiqə ərzində monitorlarda Powerade-in reklamı gedir. O baxımdan, amma efirdə sadəcə elə başlayan kimi bir 10 saniyə filan gedir. O da tətbiq olunmuş qaydadır da, yəqin. Yəni düşünmürəm ki, FIFA nə qədər desədir ki, mən ondan pul qazanmıram. Mümkün deyil. Yəni onun mümkünlüyü yoxdur ki, yəni yenə deyirəm, atılan hər bir addım marketinq yönündə istifadə olunmuş hissədir. İspaniya ilə Portuqaliya qarşılaşacaq 8-1 finalda və erkən final. Bəli, bir çoxları üçün erkən finaldır. Bir çoxları da düşünür ki, ümumiyyətlə 8-1 finaldan başlayır dünya çempionatı, play-off filan. O qədər də maraqsız, bəzi maraqsız oyunlar var. İki komandanın ikisinin də oyunu dünən izlədik. 2 saatlıq fərqlə. Potensial olaraq hansı daha hazırdır növbəti mərhələyə çıxmağa? Valla o oyuna heç bir proqnoz verə bilmirəm. Yəni bütün nəticələr qeydə. O oyunda həddindən artıq böyük hesabda qeydə alına bilər. İspaniyada keçə bilər, Portuqaliyada keçə bilər. Yəni tam deyirəm, çox çətinlik çəkirəm oyuna nəsə proqnoz verməyə. Hazır olmağa qaldıqda düşünürəm ki, hər iki komanda bura qədər irəliləyibsə, hər iki komanda hazırdır. Ronaldo dünya çempionu qazana bilərmi? Dünya çempionu ola bilərmi? Ola bilər. Əlbəttə ola bilər. Düzdür, özü açıqlayıb ki, növbətində də oynayacağam, ölkəmdə keçirəndə 2030-dakında da oynayacağam. Ronaldo'nun belə deyək də bu gün futbola yanaşması gənc futbolçular üçün örnək olmalıdır. Yəni bu gün Cristiano kimi bir futbolçunun bu yaşda, bu formada qalması, yəni bu insanlıq nümunəsidir. Məhz bu insanlıq nümunəsinə görə istərdim ki, idmançı nümunəsinə görə, peşəkar yanaşmaya görə istərdim ki, Ronaldo dünya çempionu olsun. Oyun ərzində bir məqam diqqətimi çəkdi. Ronaldo'nu oyundan çıxartdılar.
və heç bir etiraz eləmədi. Sadəcə sakitcə getdi. Məşqçilər korpusunun yanında durdu. Peşəkarlığın bir əlamətidir. Bəli. Və sanki həm Roberto Martinez, həm də Ronaldo özü dərk edir ki, axıra qədər apara bilmir və Raul Neves'i saldı oyuna və 2-1-də onda idilər, onda çıxartdılar. Və son dəqiqədə müdafiəni qorumaq lazım olduğu üçün sürətli bir futbolçu, Neves istənilən şəkildə sürətli futbolçu, əks hücumlara tez çıxa bilir. Və artıq mən belə başa düşürəm ki, Ronaldo dərk edir ki, oyundan çıxmaq vaxtıdır, oyuna çıxmaq lazımdır. Bundan öncəki 2 oyunda çıxmamışdı. Dünya çempionatından öncə belə bir yanaşma var idi. İstər öz ətrafımdakı jurnalist həmkarlarımla danışıq əsnasında, istər azarkeş kütləsi ilə əksəriyyət Ronaldo'nun bu mundialda Portuqaliyanın çempionluğuna belə deyək də, qarşısını ala biləcək bir şəxs kimi göstərirdi ki, Ronaldo varsa bugün Portuqaliyanın çempionluğu mümkün deyil. Yenə deyirəm, öncədə qeyd elədiyim kimi, mən elə yanaşmıram. Mənim yanaşma tərzim idmanın pikində öz peşəkarlığını, öz üzərində bu qədər çalışan bir insan mümkün deyil ki, komandanın uğrunda pay sahibi olmasın və bura qədər də onun göstərdiyi futbol, oynadığı oyun bunun bariz nümunəsidir. Belə, Portuqaliya və Ronaldo'dan çox danışdıq. Keçək İsveçrə Əlcəzair oyununa. Günün ən maraqsız oyunu. Tam deyim ki, ümumiyyətlə bura gələndə highlights'ını izləmə imkanım oldu. Zaten o cütlüyün favoriti məlum idi öncədən və orada da sensasiya nəticə qeydə alınmadı. İsveçrə tam da qollara da baxdım, səhv eləmirəmsə 10-cu dəqiqədə və ikinci hissənin dərhal startında ikinci topu vurmuşdular. Artıq 46-cı dəqiqədə İsveçrə növbəti mərhələni təmin eləmişdi. Açıq bir cümlə ilə bu oyun haqqında fikirlərimi bitirmək istəyirəm. Yaxşı oldu Əlcəzairə. İranın qarşısını aldı. Yəni düzdür, burada bir qonşuluq prinsipi də var. Amma sən bütün Türkiyə mediasına baxsan, bir də İran mediasına, Ərəb dünyası mediasına baxsan, Əlcəzairi ümumiyyətlə İslam dünyasının çox çıxdı qabağıma belə. İslam dünyasının xaini adlandırırlar. Yəni ki, onlar Avstriya ilə oyunda sonuncu dəqiqədə bir çoxları bildirir ki, ümumiyyətlə bu komandanın mərhələsinin əlindən alsınlar. Düz onların da başına gəlib. Bundan öncəki səhv eləmirəmsə 94-cü ildəki mundialda olub. Hansısa bir mundialda Əlcəzairin qarşısını demək Avstriya və Norveç qarşılaşıb heç oynayırlar və Əlcəzair tamlığını xatırlamıram amma yəni ki bu orada heç olmasa 0-0 oynayıblar da. Yəni topu ora vurublar, bura vurublar. Başa düşəndə sən udursan və sonuncu dəqiqədə qəsdən qol buraxırsan. Yaxşı oldu. Yaxşı oldu. Əlcəzairə uduzmalıydılar. Keçək bugünkü oyunlara. Misir Avstraliya ilə qarşılaşır. Mənə görə favorit Misirdir. Bəli. Düşünürəm ki, necə ki mundialda bugün Messi'nin sərgilədiyi futbol, Cristiano Ronaldo'nun sərgilədiyi futbol, bugün Fransa millisindəki Dembele'nin, Mbappe'nin çıxışları, düşünürəm ki, bugün də Salah, Muhammed Salah diqqət mərkəzinə düşəcək. Məncə Misir bu mərhələni də adlayacaq, amma növbəti mərhələdə də yanacaq. Amma bugünün favoriti mənim üçün, bu cütün favoriti Misirdir. Hətta Muhammed Salahın bugün fərqlənəcəyini də düşünürəm. Amma Misir İsveçrə ilə oynayacaq növbəti mərhələdə. Bəlkə dirəşə bilər, yəni 4-də 1-ə çıxa bilər. Yəni İsveçrədə Avropanın ən yaxşı orta ballarından biridir. Öz dişinə uyğun bir rəqibdir. Amma hələ ki bu oyundan danışaq, məncə bu oyunun favoriti Misirdir. Hə, bu oyunun favoriti təbii ki Misirdir. Avstraliyanı da silmək olmaz. Çünki biz Senegalı da bir çoxları silmişdilər Belçika ilə oyunda və Senegal çox yaxşı mübarizə apardı. Yəni belə də Belçika keçdi. Orada baş məşqçi məsələsi məncə Pape Mamet Tiav biraz zəif məşqçi olduğunu göstərdi. Orada bir məsələ də var idi ki, 5 aydır ki, maaş almır. Federasiyada biraz vəziyyət qəlizdir. Azərbaycanda belə bir şey olsa, bir səndə neyniyələr? Baş məşqçi 5 aydır maaş almaya. Argentina Capo Verde ilə qarşılaşacaq. Təbii ki, favorit Argentinadır. Günün açıq, aydın favorit, belə deyək də, favoritidir cütlüklər arasında. Argentiniyanın bugün çox rahatlıqla qələbə qazanacağını düşünürəm. Məncə Capo Verde artıq bir sensasiya eləyib və bu
birinci və yeganə sensasiya olacaq mundialda. Yəni düşünmürəm ki, bu gün Capo Verde millisi Argentina millisinə mübarizədə boy verə biləcək. Qanalı Şaman var. Hə, Sürür edir. sosial medianın Bəli, fenomenlərdən biri. Maraqlı bir iddia səsləndirib ki, yəni bu gün Messi və komanda yoldaşları turnirlə vidalaşacaqlar və Capo Verde növbəti sensasiyaya imza atacaq. Sonra ki, Portuqaliya azad keçdi. Çünki Ronaldo'nun da dünya çempionu olacağını deyir. Meksikanı məğlub edəcək dünya çempionatının finalında. Belə bir maraqlı iddia səsləndirib. Capo Verde maraqlı komandadır. Maraqlı maraqlı komandadır. komandadır. İspaniyanın oyunlarını izlədim. Maraqlı komandadır. Bu mundiala qədər irəliləməkləri, gəlib mundialda bura qədər çıxmaları artıq onlar üçün böyük uğurdur. Amma fikrimin öncəsində qeyd elədiyim kimi bu gün hətta bu oyunda böyük hesabı düşünürəm. Messi 6 gol vurub. Mbappe gəlib çatıb ona 6+2-dir asist sayında, ötürmə sayında irəlidədir. Messi bu gün gol və ya qolların sayını artıra bilərmi? Məncə bu mundialda son oyundur ki, belə deyək də, rahatlıqla Messi o sayı artırmaq üçün ən rahat oyunlardan biridir onun üçün. Növbəti oyunda Kolumbiya Qana qarşılaşacaq. Bu qarşılaşmada düzdür, ad olaraq, oyuncuların performansı olaraq bəlkə də Kolumbiyadır əsas favorit. Amma Qanada məncə şeydən silmək olmaz. Siyahıdan silmək olmaz. Bu gün bura gələndə yenə deyirəm, bugünkü oyunları özüm də analiz elədim. Yenə deyirəm, proqnoz verməyi sevən bir adam deyiləm. Amma düşünürəm ki, bugün Kolumbiya-Qana oyunu penalti seriyalarına qədər davam edəcək. Görüntü, baxış bucağım budur. Çox cüzi Kolumbiyanın üstünlüyü var, çox cüzi hissədə futbolçuların fərqli ustalıq səviyyəsinə görə. Yəni Qanada güc futboluna üstünlük verən millidir. İstər Avropada, istər digər qitələrdə çox yaxşı futbolçuları var. Son illər inkişaf eləmiş, futbolunda irəliləyiş olan, inkişaf eləmiş ölkələrdən biridir. Mənim bugünkü günün son oyunu, bugün deməyim, sabahki günün son oyunundakı nəticənin penalti seriyalarına qədər irəliləyəcəyini düşünürəm. Belə Rəşad, səncə turnirin açıq-aşkar favoriti hansı komandadır? Yəni bir çoxları düşünür ki, yəni Fransa belə oyunla bütün rəqibləri məğlub edəcək. Əlbəttə, dünən keçirilən son oyun da daxil olmaqla, yəni izlədiyimiz mundialdakı bütün oyunları analiz elədikdə ayrı-ayrılıqda Fransa çox üstün görünür. Amma futboldur bu. Futbolda hər şey ola bilər. Zaten Almaniyanın mundialdan, Almaniya və Hollandiyanın mundialdan erkən vidalaşması göstərdi ki, yəni bugün bütün rəqiblər, bütün komandalar rəqibinə qarşı amansız mübarizəyə gedir. Yəni hər şey ola bilər. Mən də düşünürəm ki, Fransa bu günə qədər sərgilənən futbol, oyun belə deyək də səliqəsi ilə seçilən komandadır. Yəni ən böyük favoritlərdən biridir Fransa millisi. Həm bir jurnalist, həm bir futbol adamı, həm də marketinq kimi sual versək, 48 komandalı dünya çempionatı normaldırmı, yoxsa yox? Futbol tərəfindən normal deyil. Amma cümləmin öncəsində də qeyd elədim, marketinq cəhətdən əlbəttə ki, xeyirli bir hissədir. Bəs yaxşı bir marketinq kimi düşünürsənmi FIFA hər şeyi yüksək səviyyədə saxlasın deyə Messi, Ronaldo finalına aparır? Yox. Çünki tərəflərdən Qətiyyən o fikrinə razı deyiləm. Yəni qeyd elədin ki, Cristiano Ronaldo qeyd eləyib ki, mən növbəti mundialda da oynamaq istəyirəm. Açıq inanmıram. Yəni fikrimin öncəsində də bildirdim ki, Cristiano kimi özünə futbola yanaşan bir şəxsin fiziki gücü çatdıra bilər, bəlkə də üzərində, yəni dünyada öz üzərində işləyən, belə deyək də, nadir futbolçulardandır ki, insan hiss olunur ki, hər bir şeylik ki, futbol ayağında qalsın. Amma mənə görə Messi, Ronaldo mundialı son mundialdır bu. Yəni hər ikisi üçün. Bəli. Belə Rəşad bəy, təşəkkür edirəm. Mən çox təşəkkür edirəm. Çox sağ olun dəvətə görə. Maraqlı bir veriş alındı.
Buna görə ayrıca təşəkkür edirəm. Sizə də həm komandamıza, həm sizə qarşıdakı mövsümdə uğurlar arzu edirəm. Çox təşəkkür edirəm. Bizə ayrılan vaxt başa çatdı. Sağ olun, salamat qalın. Gələn görüşlərdə görüşmək üzrə.